Ne için? Fərrux neçə ildir bunun üstü işləyir. Müdafiə eləmək də getdikcə çətinləşir. Ola bilsin, bu onun üçün son imkandır ki, özünü göstərə bilsin. İndi də evlənib, ailə başçısıdır. Heç olmasa maaşı artardı. Yox. Fərrux kimlərə qapıları möhkəm bağlamaq lazımdır. Unutmaq olmaz ki, adamlara qapıları bağlayırsan, pəncərədən içəri gidirlər. Müəyyən elmi dərəcə alandan sonra onları tanımaq olmur. Özləri biçimdə, özləri qabiliyyətdə. Adamlar tapıb onlarla həmfikir olurlar. Fərdlər dəstələr kollektivlərə çevrilir. Amma tək adam nə qədər istedadlı olursa olsun kollektivə qarşı nə edə bilər? Onda nə üçün onun toyunda iştirak edirdiniz? Qəribədir. Toyun məsələyə nə dəxli var? Bu bir, ikinci də mən Fərruxla düşmən deyiləm. Fərrux yaxşı olandır, ümumiyyətlə yerində deyil. Başa düşürəm. Bir zamanlar Vasif müəllim sizi necə sıxışdırırsa, indi siz də o cür hərəkət edirsiniz. İmkan olduqca onu da, aspirantlarını da sıxışdırırsınız. Bu sizə yaraşmır. Gülnar xanım, nəyin mənə yaraşıb, yaraşmadığını hər halda mən sizdən yaxşı bilirəm. Görürsünüz, əsəbləşməyiniz sizin haqlı olmadığınızı göstərir. Yox. Mən əsəbləşmirəm. O ki qaldı Vasif müəllimi müdafiə eləməyiniz, bu mənim üçün təzə şey deyil, mən buna öyrəşmişim. Vasif müəllim bacarıqlı bir riyaziyyatçı olduğuna görə ona həmişə hörmət eləmişim. Vəzifəpərəstliyə gəlincə siz ondan bir o qədər də fərqlənmirsiniz. Vasif müəllimin bütün aspirantlarını sıxışdırırlar. Günahkarsa sizsiz, sizin tərəfdarlarınızdır. İgid bastığını kəsməz deyiblər. Hər halda sizi belə kinli görmək istəməzdim.